Salam, hər vaxtın xeyir. Mən Toğrul karyer məsləhətçisi. Karyer məsləhətçisi kimdir? Karyer məsləhətçisi iş axtaranlara, iş axtarışında dəstək olan şəxsə deyilir. Bu günləri 12 mart 2025 tarixidir və mən bu günləri sizə bu günlər üçün olan, yəni bu gün üçün olan iş elanlarının bir qismini səsləndirmək istəyirəm. Və bu videoda səsləndirdiyim və yaxud da səsləndirmədiyim, həmçinin bu iş elanlarından əlavə olaraq ümumiyyətlə iş axtarışınızla bağlı hər hansısa bir dəstək istəyərsinizsə də, bununla da bağlı mənə özeldən müraciət edə bilərsiniz. Gəlin başlayaq. Çayçı işi var yoldaşlar. Strength Trading'də 400 manatlıq işdir. 27-55 yaşlı şəxslər üçündür. Bundan əlavə satış üzrə təcrübəsi işi var Face Market'da. Office Manager işi var IT qrupunda. Asistent işi var QAC-də. Ondan sonra Türkçə, Azərbaycanca bilən satış təmsilçisi işi var yoldaşlar. Konuşaraq öyrən adlı yerdə. Reception işi var, tikinti ustası işi var, usta köməkçisi işi var, xadimə işi var, sürücü köməkçisi işi var, tort yığım ustası işi var, ofis meneceri var, elektrik işi var, aşpaz işi var, fəhlə işi var. Sonra direktor köməkçisi işi var, ofis meneceri işi var, satış koordinatoru işi var, tərcümə üzrə mütəxəssis işi var, bilet kassiri işi var Gəncədə, Azərbaycan Dəmir Yollarında. Həkim köməkçisi işi var radiologiya şöbəsində. Sürücü işi var Norm şirkətində, təmizlik işçisinə ehtiyac var otellərdən birində. Təcrübə proqramı var, qabyan işi var, onlayn satış mütəxəssisi var, qonaq xidmətləri üzrə köməkçi işi var. Ondan sonra mühafizəçi işi var, logistik üzrə köməkçi işi var, operator işi var. Kiçik aşpaz köməkçi işi var, maliyyə menecerinin köməkçi işi var, asistent işi var, ambarlar köməkçi işi var, şəxsi sürücü işi var, sürücü köməkçi işi var, qablaşdırıcı işi var, mühafizəçi işi var, salatçı köməkçi işi var, baş usta işi var, fəhlə var, aşpaz var və s. Bu və bənzər iş elanlarla tanış olmaq üçün mənimlə əlaqəyə keçə bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.